Salam, hər vaxtınız xeyirli olsun. Mən Xəyyam müəllim. Hörmətli müəllimlər, bugündən, yəni 27 oktyabr tarixindən hər gün bir sertifikasiya tipli sualın izahını sizlərlə bölüşəcəm. Bu videoları davamlı izləməyə çalışın, çünki təqdim etdiyim suallar sırf ARTİ-nin sertifikasiya imtahanında və sertifikasiya sınaqlarında istifadə etdiyi suallar olacaq. Demək, ilk sualımız belədir ki, şagirdlər formativ qiymətləndirməni önəmli saymırlar, əhəmiyyətli olmadığını düşünürlər. Bu zaman müəllim nə etməlidir? Müəllimlər, hər birimiz bilirik ki, formativ qiymətləndirmə hər gün aparılan qiymətləndirmədir. Şagirdi inkişafa doğru aparır. Şagirdin sinifdən sinifə keçməsi üçün hər hansı bir təhlükə yaratmır. Variantlara baxaq. A variantında deyir ki, şagirdlərə bildirməlidir ki, formativ qiymətləndirmənin illik qiymətləndirməyə təsiri var. Yox, bu cavabımız olmayacaq, çünki illik qiymətləndirməyə təsir göstərən yeganə qiymətləndirmə rəqəm qiymətləndirməsi olan summativ qiymətləndirmədir. Bu cavabımız səhv olacaq. B variantında deyir ki, buna görə şagirdləri cəzalandırmalıdır. Ümumiyyətlə, sualın şərtini oxuyanda görürük ki, burada şagirdi cəzalandırmalı bir hal yoxdur. Bundan başqa da müəllimlər cəza tədbirlərindən mümkün qədər uzaq qaçmalıyıq. B variantı da olmayacaq. C variantı. Əhəmiyyət verməməli, göz ardı etməlidir. Nəinki formativ qiymətləndirmə zamanı. Digər bütün məsələlərdə müəllim əhəmiyyətli davranmalıdır. Digər bütün məsələləri müəllim göz ardı etməməlidir. Ona görə də bizim C variantımız da səhvdir. Yəni belə bir hal doğru hal deyil. D variantına baxırıq. Formativ qiymətləndirmənin əhəmiyyətindən danışmalı, şagirdi irəliyə apardığını vurğulamalıdır. Müəllimlər, ümumi olaraq bunu da qeyd edim ki, sizin üçün şagird hər hansı bir şeyi xoşlamırsa, əhəmiyyətli bir şey, təbii ki, biz ilk növbədə onun əhəmiyyətini şagirdə vurğulamalıyıq, onun vacibliyini şagirdə izah etməliyik. Ona görə də bizim D variantı tam dolğun cavabdır. Hər ehtimal yenə E variantına da biz baxırıq. Hər bölmənin əvvəlində formativ qiymətləndirmə keçirməlidir. Biz bilirik ki, formativ qiymətləndirmə gündəlik aparılır, yəni hər gün aparılır. Bölmənin əvvəlində isə biz diaqnostik qiymətləndirmə keçirə bilərik ki, digər, belə deyək, bölmədə şagirdin bilik bacarıqlarının yoxlanması məqsədi ilə, ona görə bizim Y variantı da düzgün cavab olmayacaq. Belə müəllimlər, siz də bizim dərslərdən yararlanmaq istəyirsinizsə, göstərilən nömrəyə əlaqə saxlaya bilərsiniz və bizim qruplarımıza qoşula bilərsiniz. Hər birinizə uğurlar.